9-cu test tapşırığında bağlayıcılar mövzusuna baxırıq. Biz uzlaşmaya diqqət etməliyik. Necə uzlaşmaya? Yəni ki, məsələn, bozla olsa birlikdə işlənməz. Daha sonra ikinci tərəfdə bozla olsa işlənməz. Not only, but olsa işlənər. A və C variantı arasında qalırıq. Doğru variantımız tərcümənən A olur. Çünki deyir ki, birinci hissədə sən bu kitabı xoşlayırsanmı? O həm maraqlı, həm də faydalıdır. Digər şəxs isə qeyd edir ki, I don't think so. Mən belə düşünmürəm. It is neither interesting nor useful. O nə maraqlıdır, nə də faydalıdır. Ancaq not only but olsaydı fikir ziddiyyət olacaqdı. Bu fikirdə bir ziddiyyət üzə çıxacaqdı. Doğru deyil ona görə də. Ona baxırıq, biz məntiqi uyğunluğu seçəcəyik. Məsələn, birdə deyir ki, qlobal istiləşmə vəhşi təbiətə zərərsizdir, ziyansızdır. Bu doğru deyil əlbəttə ki. Məntiqi pozur, əksinə zərərlidir. Birləri biz buradan çıxırıq. Qaldıq C və D arasında. Burada fərqli variantımız 4 və 5-dir. Gəlin 4-ə baxaq birinci. Elə 4-ün özü səhvdir. Təbiəti qorumaq üçün daha çox zavod tikməliyik. Doğru deyil, qurmalıyıq, doğru deyil. Ona görə D variantı düzgün cavabımız olur. 11-ə baxırıq. Complete the sentence. Haradakı complete the sentence adlı bir test tapşırığı qarşınıza çıxdı. Diqqət etməli olan məqam nədir? Yadımızda saxlayırıq ki, bu cümlə tamamlamadır. Yəni burada sual deyil. Bəzən sual cümləsi olaraq qarışdırırlar. Məsələn, burada bağlayıcını verirlər. Tələbə də düşünür ki, bu sualdır. Ona görə də köməkçi feilin işlənməsi normal hal hesab edilir, amma doğru deyil. Yadınızda saxlayın. Complete the sentence adı altında olan testləri biz necə işləyirik? Buradan köməkçi feilləri çıxırıq. Məsələn, did işlənə bilməz. C variantında yenə did işlənə bilməz. İndi gəlin digər variantlara baxaq. Bizim xəbərimiz hansı zamandadır? Wanted. Keçmiş zamandadır. Və buna görə də biz B variantında speaks indiki zamanla uzlaşdıra bilmirik. B variantını çıxırıq. D variantında wanted to know, həm wanted to know zət bağlayıcısından işlənməz, həm də zamanın özü indiki sadə zamandadır. Y variantı doğrudur.